Bu saata təqdim edəcəyimiz ən son xəbərlər bunlardan ibarət idi. Siz isə dalğanı dəyişməyin. Efirimiz həmkarım Vasif Akiflinin təqdimatında yeni layihə Danışır Psixoloqla davam edəcək. Real FM. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Real FM 107 dalğasında mən Vasif Akifli sizinləyəm. Bəli, Danışır Psixoloqu dinləyirsiniz. Hansı ki Real TV-də bir sezon sizinlə bərabər maraqlı, sizi maraqlandıran uşaqlarınızı, ailə məsələlərinizi, sosial cəmiyyət, hər birimizi düşündürən bütün mövzuları müzakirə etdik. İndi isə qaldığımız yerdən davam edirik, amma Real FM 107 dalğasında bugün də sizin üçün çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Hansı ki keçən ildə adaptasiya olduğumuz, adaptasiya olmağa çalışdığımız bir çox problemləri geridə buraxdıq. Özümüzlə yeni ilə nələri gətirdik, hansı mövzuların hələ də hədəfimizdə qaldığını və ya qalmadığını müzakirə edirik. Belə ki, bugün sizinlə bərabər psixi yüklənmə və adaptasiya mövzusunu müzakirə edəcəyik. Studiyamızın qonağı təbii ki, dəyərli mütəxəssisimiz, Logos Psixoloji və Nitq Mərkəzinin Gənclik filialının klinik psixoloqu Günel Axundova bizimlədir studiyamızda və o sizinlə bərabər bütün sualları cavablandıracaq, bütün məsələlərdə öz fikirlərini bildirəcək. Bilməmiz lazım olan elmi, praktik, araşdırılmış, təsdiqini tapmış, hər bir insanı maraqlandıran, əslində psixologiya bilirsiniz, elə bir sahədir ki, hər birimizi hər bir detayda maraqlandırır və görüb görmədiyimiz, bilib bilmədiyimiz bir çox yerlərdə qarşımıza çıxır. Biz bəzən fərqinə varıq, bəzən varmırıq. Sözü verirəm Günel xanıma, xoş gəlmisiniz. Xoş gördük sizləri. Təkrar bugün FM-də artıq bərabərik. Bəli, sizinlə həqiqətən çox xoş olur sosial mövzuları xüsusilə müzakirə etmək. Özümü çox şanslı sayıram sizlə olduğum verilişdə, bölümdə. Bu bir gerçəkdir. Çünki sosial mövzuları hər mütəxəssis müzakirə edə bilmir. Bunu qəbul edək. Mütəxəssislər çox yaxşıdır işləməkdə, konsultasiyada, reabilitasiyada, amma sosial mövzuları müzakirə etməsində biraz da empatiya istəyir. Bunu qəbul etməliyik. Təbii ki, bəli, qəbul edirəm. Bugün biz də bu cəmiyyətin bir parçasıyıq. Təbii ki, empatiyası olmasa, onları duymasaq, hətta sözsüz belə onlar öz fikirlərini o qədər gözəl ifadə edirlər ki, onu duyub hiss etməsək, düşünürəm ki, bizim də peşəmizin bir adı olmaz. Yəni ki, bu da bir peşəmizin özəlliyidir və sosial mövzularda da bu öz sözünü təbii ki, deyir və göstərir. Bəli, biz mövzumuza başlamadan öncə istərdim elə biz telefonlarımızı xatırladım. Bəli, bəli. 077 710 71 07 WhatsApp xəttimiz ixtiyarınızdadır. Yaza bilərsiniz, suallarınızı ünvanlaya bilərsiniz. 404 15 94 nömrəsi isə zəngləriniz üçün ixtiyarınızdadır. Zəng edin, suallarınızı ünvanlayın. Təbii ki, biz sosial media platformalarında da hazırda aktiv olaraq sizinlə canlı yayımı davam etdiririk, amma sürücülərdən xahişim budur ki, yola diqqətli olsunlar. Bizi dinləsələr yetərlidir, onlar görməsinlər. Çünki təhlükəsizlik. təhlükəsizlik. Çox istərdik ki, müraciət etsinlər. Bugün bu saatı dəyərləndirsinlər. Yəni psixoloqa müraciət hər kəsin zamanı, vaxtı, nə bilim, olmaya bilər, amma bugün biz buradayıq. Çox interaktiv olmasını istəyərdik ki, sual-cavab olsa daha yaxşı olar. Real FM 107-də bütün verilişlər interaktiv olur. Əminəm ki, Danışır Psixoloq layihəsi də efirdə necə uğurlu oldusa, radioda da eyni ilə uğurunu davam etdirəcək. Elə biz keçid alaq mövzumuza və müzakirəmizə başlayaq. Psixi yüklənmə nədir? Bunun ən sadə dildə necə izah edirsiniz? Psixi yüklənməyə gəldikdə belə bir ifadə eləyə bilərəm ki, bugünə qədər insanların deyə bilmədiyi, bir üzə verə bilmədiyi duyğular, hisslər, sözlər bugün bizim bir növ belə deyək də bədənsəl olaraq çöküşümüz deməkdir. Çünki beyin artıq nə qədər də mübarizə aparsa biz yox deyirik və bundan bacarmırıq. Bu nə deməkdir? Məsələn, mən belə deyək də insanlara daha ulaşım olan dildə izah etməyə çalışacağım. Bir növ kompüteri təsəvvür edin. Kompüterin ekranını təsəvvür edək və orada masaüstü bir ekranımız var. Orada bizim müəyyən bir belə deyək də koordina var, düzdürmü? Ora nələri biz artıq belə deyək də lazımsız şeyləri səbətə atırıq. Eynən. Bizə lazımdır bu fayl səbətə göndəririk. Həyatımız da eynən elədir. İnsanlar da eynən bu fikirdə olur. Məsələn, bu gündəmimizdə hansısa fikir beynimizdən keçirsə, bu mənə lazımlı deyil, səbətə getdi. Amma o səbətdə bizim bu günləri şuuraltımızdır ki, bu günləri biz nə qədər də gülsək, bu insanlara sual verirsiniz də, necəsən? İlk cavabları nə olur? Yaxşıyam. Amma halbuki bəlkə də yaxşı deyil. Sadəcə o yaxşıyamı deyib, o göstərmək üçün ki, bugün mən yaxşıyam, məndən hər şey okeydir. Əslində o şuuraltıda nələr yatır, o səbətdə nələr var, o səbəti... Günel xanım, vurğuluyursunuz və çox gözəl bir açıqlama verirsiniz ki, əslində biz kompüterimizin masasında hansısa bir lazımsız bir detay gördüyümüzdə onu səbətə ata bilirik. Çünki kompüter bizə siqnal
siqnal verir. Ki Eynən. burada yanlış bir şey var. Ya Vaxt yüklənmə var. gələcək, mən dayanacağam və Eynən. işləməyəcəm. Bəs biz insanlar özümüzdə o siqnalı necə hiss edək ki, bizdə hansısa bir lazımsız bir detay var və biz bunu atmalıyıq həyatımızdan? Bax, şikayətlərin çoxusu da elədir. Bəzən olur ki, mən həyatdan zövq almıram. Nə bilim, bu günləri işə getdim, işimi gördüm, monoton həyat tərzi sürürəm. Sual versiz bəlkə də monotonluq nədir? Çoxu da bunu açıqlaya bilməyəcək. Amma monotonluq bu günləri bəli, mən etdiyim işin artıq bir zövqünü ala bilmirəmsə, bu gün hər daim elədiyim, məsələn, işdə bu tapşırıqları elədim, əslində bu uğurumu qazandım. Buna mən sevinməli idim, sevinə bilmirəm. Bu günləri məsələn biz daha öncə musiqi dinlədik. Musiqidən zövq ala bilmirəmsə, artıq bu hardasa mənə bir problem yaradır. Nə olur? Artıq zövq almaqdan mı vaz keçirik? Zövq almaqdan vaz keçirik. Məsələn, yediyimiz yeməyi, əvvəl daha çox sevdiyimiz yeməkləri bu günləri sadəcə ac qalmayım deyə yeyirəmsə, nə bilim, müxtəlif bir aktivitelər var ki, mən bundan artıq zövq ala bilmirsəm, bu bədən bir siqnaldır ki, mən pisəm. Bəli, bu bir təmizlənməlidir, artıq bu yüklərimdən azad olmalıyam. Yəni bu siqnal olaraq belə bəlli olur. Bəli. Dəyərli dinləyicilərimiz 077 710 71 07 nömrəsi ixtiyarınızdadır. WhatsApp-dan bizə yazın, suallarınızı ünvanlayın. Bizə ayrılan bu bir saatı dəyərləndirin və nə qədər ki burada möhtəşəm mütəxəssisimiz var, suallarınızı ünvanlayın, cavablarınızı alın. Psixi yüklənmə və adaptasiya deyirik. Bu arada Logos Psixoloji və Nitq Mərkəzinin qısa qaynar xətt nömrəsi ulduz 46 48 də ixtiyarınızdadır. İstədiyiniz zaman Respublikanın bütün bölgələrindən zəng vurub bizim bölgələrdə fəaliyyət göstərən, artıq 12 ildən çoxdur fəaliyyət göstərən filiallarımızdan dəstək ala bilərsiniz. Demək olar ki, Respublikanın bir çox bölgələrində biz fəaliyyət göstəririk və çox uğurlu işlərə də imza atmışıq. Siz də bu işlərdən faydalana bilərsiniz. Günel xanım, bəs insan niyə çox vaxt mən yaxşıyam deyib özünü aldadır? Sizi biraz sıxışdıracağım bugün belə. Yox, problem deyil. Zaten buradayıq ki, insanların bəzən özlərinə ifadə eləyə bilmədiyi fikirləri açıq-açıq biz bunu ifadə eləyək burada. Etiraf edə bilmədiyi, bu sualdan qaçdığı dönəmlər çox olur. Bax, yaxşı sualdır ki, mən yaxşı deyirəm, amma yaxşı olmadığımı niyə deyə bilmirəm? Məsələn, bu sual hər kəsi düşündürə bilər. Çünki biz zəif görsənməkdən qorxur. İnsanlar zəif görsənməkdən, mən daim güclüyəm, mən heç bir problemlə öhdəsindən gələ bilərəm, heç bir problem mənə yenə bilməz. Bu kimi düşüncələr bəzi bizə imkan vermir ki, bəzən pis olduğumuzu belə dilə gətirə bilək də. Yəni mən pisəm. Bəli, ola bilər bu gün sənə ehtiyacım var, bu gün məni dinləməlisən, bu gün məndən vaxt keçirtməlisən. Bu kimi etiraflar bəzən insanlar üçün çox ağır olur. Niyə? Bu da aşırı belə deyək, valideynlərimizin daha öncə siz bilirsiniz bu mövzuları çox toxunmuşam. Bəzən valideynlərlə də qarşılaşıram ki, hər şey valideynlər üzərinə, amma elə deyil. Yəni siz danışıb gedirsiniz, sonra valideynlər məni qınayır. Yox, elə bizə də çox böyük bir belə deyək də valideynlər tərəfindən baskı olur ki, niyə məhz valideynlər? Valideynə izah edirəm ki, siz də valideyn olmamışdan valideyni kimdənsə öyrənmisiniz də. Yəni oradan gələn bir şeylər var. Əslində biz gördüklərimizi tətbiq edirik. Çox qısa olaraq sizi bölmək məcburiyyətində qalacağam. Yeganə xanım xəttədir dinləyicimiz. Alo, vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, Məhcib bəy. Yeganə xanım, hər zaman belə bir misal var. Biz bir-birimizə necəsiz deyəndə, sonra psixoloqlar ikinci səfər soruşur. Bəs həqiqətən necəsiz? Siz həqiqətən necəsiz? Şükür, yaxşı. Sevindim yaxşı olmaq. Gəlir, çox yaxşı özümü hiss edirəm. Ona görə də sizin efrinizə qoşulmuşam. Çox təşəkkür edirəm. Olsa sizinlə bölüşək. Buyurun, buyurun. Gözəl mövzudur, psixoloji mövzulardır. Həqiqətən də çox psixiatra, belə deyək də, psixoloqlarda olmuşam fikirlərimi. Zaten məndə belə bir şey var da, belə deyək. Məsələn, tutaq ki, deyək, ütünü çıxartmışam topdan, qayıdıb bir daha yoxlayıram. Görüm, həqiqətənmi bunu çıxartmışam, yoxsa mı yox. Bu misala, bu məsələni demək olar ki, bu 37 yaşımda hələ özümə anlaşdıra bilməmişəm ki, niyə mən inana bilmirəm. Günel xanım sizi dinləyir. O da sizi salamlayır. Bəli, xanım xəttədir və hazırda sualını ünvanladı. Yeganə xanım. Yeganə xanım, mən də sizi salamlayıram. Təbii ki, bu diaqnostika olunmalıdır. Buradan sizin dediyiniz bir fikirlə mən hansısa bir açıqlama etməyim doğru olmaz. Təbii ki, bir həkim müayinəsi olmalıdır, yönləndirmə olmalıdır. Amma dediyiniz əgər dəfələrlə təkrarlanırsa və belə deyək, dəfələrlə çıxıb yoxlayırsınız ki, bunu söndürmüşəm, söndürməmişəm. Yəni bu təkrar
təkrar baş verirsə, təbii ki, bu OKB deyirik. Obsessiv kompulsiv, yəni düşüncələrimiz ola bilər. Burada düşüncə obsessiyası ola bilər və bu təbii ki, bizim qoya biləcəyimiz bir diaqnozdur. Klinik psixoloq olmağıma baxmayaraq, yəni biz bu subordinasiyalarımızı qoruyuruq. Təbii ki, psixiatra getməlisiniz. Onlar bu psixiatr, psixoloq deyəndə biraz belə qorxu, təşviş düşməsin. Yəni bu normaldır. Çünki bu günləri biz canımız ağrıyan, başımız ağrıyanda bir həkimə gedirik. Nə bilim, qolumuz ağrıyanda travmatoloqa falan gedirik. Ruhumuz narahatdır. Zaten bunun da indi həkimin adı belə səslənir. Amma getməliyik, vaxtı-vaxtında check-uplarımızdan keçməliyik. Müraciət etməlisiniz ki, diaqnoz qoyulduqdan sonra zaten hər şeyin həlli var. İstər medikamentoz tərəfdən, istərsə də terapiya tərəfindən bu həll oluna biləcək problemdir. Amma deyirsiniz, illərdir ki, artıq bu var, uzun zamandır var və bunu vaxt itirmədən yaxşı olardı ki, siz müraciət eləyəsiniz mütəxəssisə, o sizi bir diaqnostika etsin. Ondan sonra təbii ki, istər medikament... Psixiatrla da ən çox belədir. Mənə deyiblər, siz deyən kimi düz deyirsiniz ki, biraz adı pisdir deyə adam özünə nəsə amma yox, qətiyyən bu sizin sağlamlığınızdır. Bəzən indi bu mövzulara biz dəfələrini toxunmuşuq. Cəmaatın fikri ilə, cəmaat nə deyər düşüncəsi ilə bəzən həyatımızı vurğulamaq istəyirəm ki, burada adı pisdir deyil. Əslində tibbin bütün sahələrində necə ruh sağlığı bizə vacibdirsə, biz müəyyən zamanlarda ürəyimiz ağrıyanda da böyrək həkiminə gedirik, ürəyimiz ağrıyanda kardioloqa gedirik, ürək həkiminə gedirik və zaman-zaman əslində bizim bu gün öz problemimizin fərqinə varıb psixoloqa müraciət etməyimizin altında özümüzə dəyər yatır. Yəni biz öz narahatlığımızı görürük və müraciət edirik. Yeganə xanım, başqa sualınız varmı? Mən də sizə xatırladım. Ulduz 4648. Evet, biz təşəkkür edirik. Bu arada elə sizin narahat edən problemlərlə bağlı qeyd edim ki, Ulduz 4648 nömrəsinə zəng edib Logos Psixoloji və Nitq Mərkəzinin sizə ən yaxın şöbəsindən, filialından özünüz üçün randevu alıb bir mütəxəssislə görüşə bilərsiniz. Zənginiz üçün təşəkkür edirik. Günel xanım, davam eləyək. İnsan adaptasiya dediyində, yəni uyğunlaşmaq həmişə yaxşıdırmı? Biz hər şeyə uyğunlaşmalıyıq əslində. Mən burada uyğunlaşa bilərik istənilən bir situasiyada. Məsələn, bəzən uyğunlaşma yaxşı ola bilər, amma insan hiss eləyəndə ki, artıq ona zərər verir, özünü itirir və özünü belə deyək, tanınmaz bir hala gəlirsə, o zaman görür ki, bu məni incidir. Bəli, onda ziyan ola bilər. Amma adaptasiya, məsələn, işə gəlirik, yeni bir iş ortamıdır. Biz bura adaptasiya oluruq. Olmalıyıq da. Məsələn, bir işin qayda qanunları var, bir işin özünə görə bir belə deyək də qaydaları var. Biz buna əgər adaptasiya oluruqsa, təbii ki, bu bir yaxşı tərəfdir. Əgər mən bu işi istəmişəm, gəlmişəmsə, illərdir bu işi arzulamışam, amma müəyyən qaydaları var ki, mənə xoş olmaya bilər. Baxırıq da, məsələn, filtr etmək olar. Buradan 5-i mənə okeydirsə, 2-si okeydirsə, adaptasiya olanda mənə zərər vermirsə, bu yaxşıdır. Amma elə ailə həyatında da, məsələn, olur da, iki insan ailə qurur, bir-birlərinə adaptasiya olurlar, ailə anlayışına adaptasiya olurlar. Bu çox önəmlidir. Buna indi bəziləri deyir ki, mən niyə özüm üzərindən bir xətt çəkib hansısa bir qarşı tərəfin istəklərinə görə adaptasiya olma. Əgər bu onu narahat edirsə, o zaman özünü bir gözdən geçirməlidir ki, nədir məni tam narahat edir? Və ümumiyyətlə biz sosial varlıqlarıq. İstədik, istəmədik düşünürəm ki, biz adaptasiya oluruq zaten olduğumuz mühitə, olduğumuz yerə. Amma içimi narahat edirsə, bu günləri məsələn biz efirdəyik, düzdür, siz efir aparırsınız, amma çıxıram buradan deyəcəm ki, mən niyə bu işi görürəm? Bu iş mənlik deyil. Elə mən də efirin qaydalarına adaptasiya olaraq dəyərli rejissorumun oradan dediyi kimi qısa fasilə ayrılmalıyam. Qısa fasilədən sonra görüşərik. Görüşərik. Bəli, danışır psixoloq qaldıq yerdən davam edir. Pozitiv bir musiqi, qısa reklam fasiləsi. Sadəcə biz danışmayacağıq ki, informasiya da almalısınız, reklam da dinləməlisiniz, musiqi də dinləməlisiniz. Bu belə olur. O çünki radioya adaptasiya olmağa çalışırıq hazırda. TV-dən radioya adaptasiya edirik Günel xanımı. 077 710 71 07 WhatsApp nömrəmiz ixtiyarınızdadır. 404 15 94 nömrəsinə zəng edərək öz fikirlərinizi bölüşən suallarınızı ünvanlaya bilərsiniz və xüsusilə qeyd edim ki, Logos Psixoloji və Nitq Mərkəzinin bütün filiallarından, Respublika ərazisində fəaliyyət göstərən bütün filiallarından məlumat almaq üçün Ulduz 4648 qaynar xətti ixtiyarınızdadır. Elə nömrələrimizi qeyd etmişkən Bəhruz bəy bizimlə xəttədir. Bəhruz Nəsirov, hər vaxtınız xeyir olsun. Salam aleyküm Vasif bəy, hər vaxtınız xeyir olsun. Necəsiz? Yaxşıyam, sağ olasınız, necəsiz? Yaxşı olasınız, səsiniz pozitiv, gözəl gəlir, yaxşı olasınız deməkdən də bəllidir ki, siz də yaxşısınız. Hər zaman yaxşı olun. Buyurun, biz sizi dinləyirik. Çox sağ olun. Çox gözəl mövzuya toxunmusunuz. Allah sizdən razı olsun. Təşəkkürlər. Pandemiya dövründə bu deməli bir çox
Hardasa neçə min ailə deyim də, yəni yardımlar eləmişik. Allah dəstək olan dost-tanışın köməyi olsun. Var Təbii ki, bu bizim öz maliyyə vəsaitimiz hesabında olmadı da, ətrafda olan dost-tanışın dəstəyi olmuşdu. Bəli, həmin dövrdə hər kəs bir-birini əl tutmağa çalışırdı. Yəni ciddi şəkildə bir kütləvi dayanışma var idi o zamanlar. Günə ən azından yox bir 50-60 ailəyə, 100 ailəyə yardım edirdik. Nə gözəl. Və bir neçə müddətdən sonra biz bu yardımları məcbur dayandırandan sonra insanlar başladı bizlə aqressiv şəkildə danışmağa, rəftar eləməyə və yaxud da arada bir də görsən, ayda bir dəfə, iki dəfə kimsə nəsə indi vaxtı olmayanda yardım paylamağa ötürürdü bizə ki, əgər vaxtın varsa, məsələn 10 ailənin, 20 ailənin payı var, bunu payla. Biz də bəzən hallarda yardımları paylaşanda insanlara nümunə olsun deyə çəkib paylaşırdıq bəzi hallarda, hamısını yox, məsələn 100-dən 5-in 10-unu. Bunu da görən digər yardım elədiyimiz, vaxtilə yardım elədiyimiz insanlar görəndə ki, onlar başqalarına yardım olundu, bunlara olunmadı, başlayırlar bizlə kobud şəkildə danışmağa. Hətta Allaha and olsun təhqir edənlər də olurdu. Nə bilmə, nalayiq ifadələrlə bizi yəni alçatmağa çalışanlar da olurdu və bunu götürüb öz sosial şəbəkələrində paylaşırdılar. Bəli. Yəni ona görə də psixoloji bizə təsir, çox böyük təsir olduğu üçün demək olar ki, mən ömürlük olaraq bu insanlara görə mən yardım işini dayandırmışam. Kim də yardım üçün mənə müraciət edir, deyirəm, xahiş edirəm, güzbala ilə başımı bəladan qurtarmışam, mənə təzən oyuna salmaq istəmirəm eləmək. Bəhruz bəy, siz hazırda əslində sual vermədiniz, bir fikrinizi bildirdiniz. Burada konkret bir rəftar var. Başqa sualınız yoxdursa mən bunu Günel xanımdan dərin bir müzakirə etmək istəyirəm sizin icazənizlə. Varmı sualınız? Bizi dinləməyə davam edin, biz bunu şərh edək. Mən istəyirəm ki, başa düşmək. Bir sualım oldu ki, mən bu belə bir vəziyyətdə, belə bir ağır bir psixoloji durumdan mən necə qurtula bilərəm? Aydındır. Sualınıza görə təşəkkür edirəm. Keçid alıram Günel xanım sizə. Əslində hazırladığım sualların içində bu yox idi, amma çox maraqlı bir sual yarandı mənim sizə ünvanlamam üçün. Deyirlər ki, xeyrin qapısının bir neçə rəngi və bir neçə tutacağı var. Kim hardan tutub o xeyri necə götürəcək? Xeyrin harasından yapışacaq və o xeyirdən nə qədər pay alacaq məsələsi var. Bəli, bu gün biz sosial mediada, cəmiyyətdə, ətrafımızda bir çox insanın etdiyi yaxşılıqları görürük də, görmürük də. Görsənən tərəflər də var, görsənməyən tərəflər də var. Buna misal verə bilərik. Sizin özünüzün bir neçə ailələrə, şəhid ailələrinə, qazi ailələrinə və ya imkanı maddi zəif olan insanların uşaqlarına etdiyiniz pulsuz konsultasiyalar, müalicə işləri, müayinə işləri və saya biləcəyimiz bir çox şeylər. Yəni mən sırf Logosdan niyə danışıram? Logosdan qonağım burdadır. Və doğru vurğulayır Bəhruz bəy ki, bir neçə insanlar xeyriyyəçiliklə məşğul olur. Bir yerdən sonra biz əlimizi xeyriyyədən çəkdiyimizdə, o vaxtında yaxşılıq etdiyimizdə, burada mən aslında xeyriyyədən çıxıb sizə fərqli bir sual vermək istəyirəm. Biz bir zamanlar artıq moderator olaraq sual verəcəm sizə. Biz bir zamanlar günün müəyyən vaxtında, ayın, ilin müəyyən zamanlarında həyatımızda olan insanlara yaxşılıq etdiyimiz zaman gücümüz çatır, enerjimiz eləyir və mənə iç səsim deyir ki, bu yaxşılığı et Günel xanıma. Amma bir yerdən sonra öz maddi, fiziki, sosial, psixoloji durumum buna imkan vermədikdə, niyə qarşı tərəf məni düşman elan edir? Niyə qarşı tərəf öz mənfəətlərini ala bilmədiyində mənə artıq pis insan kimi baxır və öz gözləntiləri olmadığı zaman mən artıq onun üçün lazımsız bir insana çevrilirəm. Bir psixoloq olaraq bunun geniş açıqlamasını istəyəcəm. Deməli, gəlin belə deyək də, insanlar rahat anlayışına çox tez öyrəşir. Belə bir şey var ki, məsələn, uşaq böyüyür, düzdürmü? Böyüyəndə biz ona o vərdişlərini onun gələcəyi üçün tutunması üçün öyrətməsək, bax günü bugün 10 yaşında, 11 yaşında uşağı bəzən gəlir, valideyn deyir ki, uşağımı hələ də mən yedizdirirəm. Primitiv misallar gətirirəm də. Məsələn, mən uşağımı hələ də yedizdirirəm, ayaqqabısını mən geyindirirəm, əyin başını mən geyindirirəm. Bu uşaq bu rahatlığa öyrəşir. Günün birində ana deyir ki, sərbəstliyə öyrəş. Və heç bir işini görməyəndə uşaq anidən da başlayır orada ananı artıq günahlandırmağa ki, sən necə anasan, sən heç yaxşı ana deyilsən, sən mənə nə eləmisən ki, misalı gətirirəm. Buradan da bəyimizin, yəni Bəhruz bəyimizin məsələsinə qayıtmaq istəyirəm. Bu nədir? Müəyyən bir rahatlığa öyrəşəndən sonra, halbuki o insanlar düşünə bilərdi ki, bu hər müddət Bəhruz bəy bunlara dəstək olmayacaq ki, vaxt gələcək Bəhruz müəllim artıq tükənə bilər, onun da dəstəyə ehtiyacı ola bilər. İnsanlar biraz, çox da yox, mən bəzən deyəndə ki, biraz irəli baxmağı öyrənsinlər. Düşünürlər ki, illərimi oturum fikirləşim, mən bir 10 il öncəsində nələr eləyəcəm, burada planını qurmalım. Xeyr, ən azından bir ay, 3 ay qabağı görməyə başlasalar və bunun üçün bir tədarük görsələr, belə bir problemlərlə üzləşməzlər. Amma Bəhruz bəyin bugün onu narahat edən əslində mən onun iç səsini ki, mən bununla necə baş edə bilərəm. Adam ciddi travma aldım deyir, artıq yaxşılıq etməkdən
vaz keçmişəm. Bir cümlə deyəcəm. Bəhruz müəllim bu cümləni düşünsün məncə. Və bunu biz nə üçün etmişik Bəhruz bəy? Yəni qarşılıq gözləmək başa düşürəm, bəlkə də bunu edib, amma bu mənəvi rahatlığı özü üçün alması üçünmü edib, yoxsa həmin insanları doğrudan da belə deyək də tamı-tamına təmin etmək üçün. Bəzən, məsələn, mən də, bax siz daha öncə qeyd elədiniz, mən burada Bəhruz müəllimi tam fikrim biraz yanlış səslənə bilər, amma ən azından insan bir özünə dönüb baxsın ki, bu günləri mən də kimlərəsə yardım əlimi uzadanda, kimisə təmənnasız nəsə terapiya edəndə də belə, burada bir iki tərəfli baxıram situasiyaya. Həmin insana mı mən yardım etmək istəyirəm, yoxsa burada özümün də mənəvi olaraq nəsə bir qatqımı götürmək mən onu istəyirəm. deyirdim. Bizim öz mənimiz bizə icazə verdiyi müddətcə biz bunu etməliyik və düşünürəm ki, Günel xanım, biz insanlara balıq verməkdənsə balıq tutmağı öyrətməliyik. Eynən. Baxın, Yəni, mən terapiyaya gələnlərə də deyirəm ki, biz hər daim sizin yanınızda olmayacağıq. Mən psixoloqdan asılı bir vəziyyətə gətirib çıxaran terapiya aparmırıq. Yəni sabah mən sizin həyatınızda olmasam da belə mən sizə müəyyən bir alətlər verəcəm. Mən demirəm bundan sonra problemimiz olmayacaq. Olacaq, insan var olduğu sürəcə zaten problemləri var. Canımız yana-yana bərpa olacaq. Amma sizin bu alətlərlə necə bu situasiyadan düzgün çıxmağınızı öyrədirik. Eynən də istənilən bu sosial yardım olsun, falan olsun. Siz o insanlara deyə bilərsiniz ki, bugün mən sənə bunu edirəm, amma bir müddətdən sonra biz artıq bərabər nəsə etməliyik. Siz o yardım əlinizi uzatdığınız sürə, məsələn, produkt bilmirəm indi necə dəstək olublar. Produkt önəmli deyil. Yaxşılığın fərqi yoxdur. Kəmiyyəti yoxdur. Nəyə gətirirəm? Ən azından oradan bir onları bir əziyyətlə pulun necə qazandığını da öyrətmək lazım idi. Ki sabahları Bəhruz bəy olmayanda onların əlində müəyyən bir peşəsi olsun. Yəni mən sabah tək başına bu dünyada necə baş çıxarda bilərəm? Və təbii ki, son olaraq qeyd edelim ki, həmin vəziyyətdə pandemiya idi və dünyanın hər bir yerində bu yardımlaşma var idi, göndərmə var idi. Telefon xəttində bir dinləyicimiz var. Üzr istəyirəm. Elxan bəy bizimlədir. Elxan bəy, vaxtınız xeyir olsun. Vaxtınız xeyir. Necəsiz? Çox sağ olun, siz necəsiz? Təşəkkür edirəm, bizlər də yaxşı. Salamlayıram. Salamlar, buyurun. Mənim sualım belədir doktora ki, mən psixoloji gərginlikdən də, yəni mən necə qurtula bilərəm? Psixoloji gərginliyim var, necə ondan xilas ola bilərəm? Psixoloji gərginlik anlayışı çox ümumidir. Tam olaraq indi təbii sizin ki, narahat edən məqamlar. Yəni buradan həqiqətən sizi alqışlayırıq ki, zəng etmisiniz, bildirirsiniz narahatçılıq falan, amma tam olaraq sizdə bu narahatçılıq hardan yaranır, necə yaranır, neçə müddətdir, bu ümumi diaqnostika nəticəsində təbii ki, bəlli ola bilər. Amma necə belə ümumiləşdirib biz də sizə cavab verəsi olarıqsa əgər, istədiyiniz, sevdiyiniz, bugünə kimi zövq aldığınız və yaxud bugünə kimi etmək istəmisiniz, amma edə bilməmisiniz, bu kimi belə deyək, fəaliyyətlərinizi gözdən keçirib onlara bir nəzər salmanızı deyərdim. Yəni Xan bəy, Günel xanım da vurğulayır ki, birinci özünü sizi narahat edən məqamları çək edib, sizi narahat edən nə olduğunu əslində bilirik, sadəcə qəbul etmirik. Gəlin bunda açıq danışaq. Bəzən biz bizi narahat edən nüansları görməzdən gəlib əslində yaramızdan, acımızdan və ya rastlaşa biləcəyimiz gerçəklərdən qaçırıq deyə əslində əziyyət çəkirik. Öncə özümüzdəkiləri çək edib, ondan sonra Günel xanım kimi dəyərli mütəxəssislərə və bir çox mütəxəssislərə müraciət edib probleminizi həll edə bilərsiniz. Bir də bir nüansı da vurğulayacağam ki, bu narahatçılıq hər kəsdə var. Kim ki deyir ki, mənim heç bir problemim yoxdur, elə problem oradadır. Çünki problemsiz insan yoxdur və insan çox böyük qüvvədir. Hər bir problemin ötəsindən gələ bilər. Yetər ki, bunu istəsin. Bacarmıram sözü yoxdur. Yəni istəmirəm sözü var. Yəqin ki, bunu nəzərə alıb bütün problemlərinizin ötəsindən gələ bilərik. Təşəkkürlər Elxan bəy zənginiz üçün. 077 710 71 07 nömrəsi ixtiyarınızdadır. WhatsApp nömrəmizə yaza, suallarınızı ünvanlaya və ya sualınız yoxdursa fikrinizi bildirə bilərsiniz. 404 15 94 nömrəsi ixtiyarınızdadır. Zəng vurub öz fikirlərinizi bildirə bilərsiniz. Az əvvəldə qeyd etdim, Ulduz 46 48 qaynar xətti Logos Psixoloji və Nitq Mərkəzinin Respublika üzrə fəaliyyət göstərən qaynar xəttidir. Zəng vurun, qeydiyyatdan keçin. Suallarınızı, fikirlərinizi, özünüzlə bağlı, evladınızla bağlı, təhsil, sağlıq, ruh sağlığını əhatə edən hər bir şeylə bağlı zəng vurub suallarınızı ünvanlaya bilərsiniz və sizə ən yaxın filialı seçib istənilən problemi həll edə bilərsiniz. Günel xanım, ev, iş, ailə bizim əslində həyatımızın üçbucağıdır. Hər yerdə də fərqli bir mühitdə yaşayırıq. Əslində işə gedirik fərqli insanlar, evə gəlirik fərqli insanlar, öz mənimizlə qalmaq istədiyimizdə fərqli insanlar, öz içimizdəki o bir neçə fərqli insanlardan danışıram. Biz bunların arasında necə özümüzü uyğunlaşdıraq ki, psixikamız yorulmasın?
bunu daha öncədən də mən vurğulamışdım, təkrar etmək istəyirəm ki, biz insanlar belə deyək də bir neçə maskalardan istifadə edir. Daha öncə qeyd etdiniz. Evdə bir nə bilim mən ana roluna ana rolu ala bilərəm. Siz məsələn ata olursunuz, efirdə siz aparıcısınız, mən işdə psixoloqam. Məsələn bir də işdə də zaten yəni hər yerdə biz müəyyən maskalar taxıb bu maskalardan istifadə edirik. Harda biz tükənə bilərik? Təbii ki, hər yerdə bir tükənmişlik sindromu yaşayırıq. İşdə də bəzən yorula bilirik, evdə də müəyyən məsuliyyətlərimiz olur, o məsuliyyətlərimizdən yorula bilirik və ümumiyyətlə sosial bir ortamda da dostlarımızla hər yerdə biz yorğunluq hissi keçirdə bilərik. Amma itməmək üçün o bizi belə deyək də sevindirən, o duyğusal tərəflərimizi tamamlasaq, biz o zaman bəli, o tükənmişlik sindromunu yaşamarıq. Duyğusal dediyim nədir? Məsələn, evə gəliriksə, ev mühitində nələrdən xoşbəxt ola bilirik? Məsələn, bu günləri əgər mənim içimdən evladımla vaxt keçirtmək gəlirsə, bunu özümə bir qadağı eləyib, yox, öncəliyim, gedim hansısa işimi görüm, bunu sonraya saxlayım, nə də hansısa işim baş verdi, amma altında nələr yatır bilmirəm və orada da bir tükənmişlik yaşayıram. Eyni o evladıma da o hisslərimi ötürmürəm. İndi misal çəkirəm də. Bu misallar çox ola bilər. Elə belə analar və yaxud valideynlər var ki, gəlir evdə öncəli biri deyəcək, yox, mənim iş prinsiplərim başqadır, mən işə gəldim, bunu etməliyəm və emosional qarşılıq görməyəndə artıq bu tükənmişlik sindroma gəlir çıxar. Əslində də o dediklərimiz adaptasiya deyil, özümüzü məcbur etməlidir. Məcbur etməli, bəli. Günel xanım xəttədir. Alo, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Bizim qonağımızın adaşı Günel xanım. Necəsiz? Yaxşıyam, çox sağ olun, yaxşı olasınız. Təşəkkürlər, yaxşı olun. Buyurun. Çox gözəl bir mövzuya toxunmusunuz. Təşəkkürlər. Mənim doktora sualım o idi ki, xanıma, Şol xanıma, bu aralar çox psixoloji yüklənmişəm. Nə kimi köməklik edə bilər? Necə qurtula bilərik biz bundan? Mən bütün aralar yüklüyəm. Sadəcə bu aralar deyil. Çox yüklənmişik bu aralar. Yəni bilmək istəyərdim ki, necə bir köməklik edə bilər? Necə bundan çıxa bilərik bu stressdən? Çalışacağım buradan sizə ümumi qısa anons keçim. Ulduz 4648 Logos Psixoloji Mərkəzinin qaynar xəttidir. Zəng vurursunuz, özünüzə randevu alırsınız, özünüzə aid həftədə bir dəfə gözəl bir saat, gözəl bir mütəxəssis seçirsiniz və bütün stresslərdən çıxırsınız. Çox lazımdır. Hal-hazırda hər kəsin ehtiyacı olan bir şeydir bu. Əlbəttə ki. Çünki insanların hamısı stressdədir, içmən qarışıq. Eynən. Zaten Vasif bəy, bu xatırlayırsınızsa biz ümumiyyətlə bir ildən digər ilə keçəndə belə bir mövzu dialoqumuz olmuşdu ki, yəni insanlar ildən gözləntiləri nədir? Təbii ki, bax, o bəzən mənəvi yorulmalar, mənəvi o hamı deyir, stres içində gözləntilərimiz var, yoruluruq. Bu hardan qaynaqlanır? Bizim özümüzə qoyduğumuz müəyyən o limitlər, gözləntilərimiz, hədəflər. Bəzən olur ki, məsələn, mən bu günləri özümə hədəf qoymuşam. İndi hər kəsin iPhone 17 çıxdı. Sentyabrda hamı mütləq iPhone 17 almalıyım. Hədəfimi qoymuşam. Mən 4 ay gec aldım. Yəni amma var özünə onu misal çəkirik də hər kəsin gündəmi olduğu üçün. Var onu özünə problemə çevirib özü də fərqində deyil, onun problemidir. Amma bugün onu içində stres halına çevirir və o stresi digər heç lazımsız yerlərdə də göstərməyə başlayır. İşində, bugün işindən narazı olacaq, ailədən narazıçılıq eləyəcək falan. Amma kökündə nə yatır? Bugün mən telefonu ala bilmədim, istifadə eləyə bilmədim. Mən dəstəkləyərsinizmi bilmirəm. Bəzən elə bilirəm ki, o stres, gərginlik, o qara enerji bulaşıcıdır. Yəni minirsən metronun bir qatarına, bir nəfər qaşqabağıldırsa, sanki bütün qatara bulaşdırıb. Ümumiyyətlə mən tanıyanlar çox yaxşı bilir ki, mən müşahidə etməyi çox sevirəm. Mən də bunu gözəl bilirəm. Müşahidə etməyi çox sevirəm və belə deyə, istər kafedə, nə bilim, kofim içən zaman olsun, istər nə bilim bir gəzinti etdiyim zaman hər kəsi müşahidə edirəm və o dediyiniz nüansı çox tez-tez qarşılaşıram ki, və bilirsiniz necədir? Ümumiyyətlə insanlar birinə keçib məsələn salam da verirsən, belə bir qəribə qarşılayır ki, ümumi bir aura var olur o zaman. Var, ümumidir. Bu tək bir adama aid deyil də. Yəni ümumi bir durumdur ki, hər şey pisdir, hər şey bizi sıxır, amma kiçik bir şeylərdən zövq almağı bacarmırlar. Və mən həqiqətən də insanlarımızı çağırıram ki, bu kiçik bir nüansları görüb ondan zövq almağı bacarsınlar. Bu günləri o biz gəzdiyimiz halda da belə bir gözünə baxıb hansısa bir nə bilim ağacı görüb, nə bilim quşu görüb, o səsi eşidib, o şeyləri duyub da ondan zövq almağı bacarmaq. Çünki bunu görə bilməyənlər var.
eşidə bilməyənlər var. Sənin kimi gəzə bilməyənlər var. Yəni ən azı bunun fərqinə varıb bu günləri sənin problemin bu tərəziyə qoyub bunu bir dəyərləndir də. Yəni tərəzinin bir tərəfinə qoysan, burada vəziyyət necədir və səndə olanlar necədir? Bəli. Xəttə dinləyicimiz var, Vüsal bəy bizimlədir. Vüsal bəy, axşamınız xeyir olsun. Bəli, salam, axşamınız. Biz adaptasiyadan danışırıq, psixi yüklənmədən danışırıq. Əminəm ki, bu mövzu ilə bağlı sizin də ya fikriniz, ya sualınız var. Ona görə bərabərik. Buyurun, biz sizi dinləyirik. Psixoloji durum bugünkü gündə doğrudan hamıda belə deyək də taram vəziyyətindədir belə deyək. Adicə özümdən götürəm, məsələn, zəng vururlar dostlar, tanışlar. Falan şey lazımdır, kömək elə, falan şey xahiş edirəm, falan şey. Yəni dəfələrlə deyir. Birinə bir şeyə atkaz eləyən kimi deyir, nə danışsan, sən ki, həmişə deyəndə eləmirsən, eləyirik, eləməlisən də bunu. Ancaq bir nəfər soruşmur ki, sənin nə ehtiyacın var, sənin nə köməyin var? Yəni bu sual qarşılığı vermirlər. Elə ancaq deyirlər ki, eləməlisən. Yəni bir dəfə bu insanın, onda da insanın ki, psixoloji durumu çox pisləşir ki, yəni ki, bu insanlara nə qədər eləsən də, elə deyirlər, elə. Bir dəfə atkaz eləyən kimi, yəni etiraz bildirən kimi, yox, bu alnası bir şeydir, bir nə danışırsan, sən bunu eləməlisən. Yəni, psixoloji durum bu barədə deyə bilərəm. İnsanın psixologiyası Vüsal bəydə tükənmişdi sindromu yaşanır. Yorulub. Çünki bugünə qədər rahat insan olub və hər kəs üçün o rahatlıq alanını yaradıb. Bugün yox demək bacarığı olmayıb. İndi ki artıq onu bir belə deyək də yox deməyi bacarır. Burada onu qəbul edə bilmirlər. Necə yəni? Yəni bugünə kimi hər şey okey. Hə deyib indi necə oldu birdən-birə yox dedi. Burada tükənmişdi sindromu təbii ki öz sözünü deyir, amma əgər siz bu günləri belə deyək də artıq özünüzü seçmisinizsə, bu sizin özünüz üçün etdiyiniz ən böyük qazancınızdır və harda, nə zaman o yoxu deyirsinizsə, təbii ki bunu oturdum bugün keyfim istədi, yox dedim, yox. Həqiqətən yəqin ki bu işi öhdənizə almaq istəmirsiniz, bu məsuliyyəti götürmək istəmədiyiniz üçün yoxu deyirsinizsə, o zaman sizə yəni bravo ki bu zaman özünüzü seçdiniz, digərlərini yox. Vüsal bəy, zənginiz üçün təşəkkür edirik. Günün xanım, bir diqqətimi çəkən bir nüans var. Verilişə başladığımız artıq bir 45 dəqiqədir. Artıq 45 dəqiqədir. Vaxt çox gözəl keçir. Dinləyicilərimizə bizə qoşulduqları üçün, fikirlərini bölüşdülər üçün dərin təşəkkürümü bildirirəm. Bu sezonun birinci bölümü Real FM-də TV-dən sonra danışıb psixoloq olaraq. Bəli, yəni insanların bizə bu qədər qoşulması, bizlə həmrəy olması, onlarla eyni mövzunu düşünməyimiz, müzakirə etməyimiz əslində bir aparıcı olaraq mənim, bir mütəxəssis olaraq sizin böyük bir şansıdır ki, biz bugün cəmiyyətlə eyni şeyi dinləyib, eyni şeyi danışa bilirik. Elə o eynilikdən danışmışkən mən bayaqdan zənglərə diqqət edirəm. Biraz zarafat edirəm, biraz gülürəm. Təbii ki, efirin aurasını daha yaxşı tutmaq üçün, amma bir şeyin fərqindəyəm. Siz də bunu diqqət etdinizsə, hər kəs özünü tanıyır cəmiyyətdə. Özünə bənzəri tanıyır və özünə bənzəri seçir. Bütün problemləri sayanlar hər kəsdə belədir deyərək sayır. Bunun altında nə yatır? Çoxmu insan psixoloji narahatlıqları var, bilmir ya da fərqindədir, dilə gətirmir? Yaxın dostudur da. Məsələn, ondan müəyyən bir şikayətlər var. Deyirəm, onda dəyişmək istədiyin tərəflər hansıdır? Sayacaq budur. Amma əslində bilirsiniz ki, kökündə yatır. Özündə narahat edən tərəfləridir. Onda güzgü effektinin özündə gördüyü üçün, onu narahat etdiyi üçün bunu dəyişmək istəyir. Əslində bu günləri məsələn, bugün mən Vasif məndən bir şey xahiş edirəm, o mənə yox deyir. Özümdə düşünürəm buna baxıyor. Necə yoxdur deyə mən axı xahiş eləmişdim. Əslində özüm yox deyə bilmirəm, amma Vasif mənə asanlıqla yox deyir, çünki onun üçün normadır. Bugün bu otururam beynimdə bir fırladıram ki, bu məsələyə yox deyiləcəm də. Mən bugün mənim əlimdən gəlmirsə, mən bunu edə bilmirəmsə, təbii ki burada yox deyəcəm. Amma bunu özümdə o qədər böyük bir problemə çevirirəm, çünki özüm o da edə bilmirəm və qarşı tərəfdə bunu gördüyüm ki, bu məni qıcıqlandırmağa başlayır, bu məni narahat etməyə başlayır. Biz sizinlə çox verilişləri müzakirə etmişik, hansısa mövzuları, elə şəxsən Logosda da, mərkəzdə də oturduğumuz zaman sizinlə qısa bir çay fasiləsi belə hansısa bir mövzunun müzakirəsinə dönüşür. Bu çox gözəl bir şeydir və düşünürəm ki, hər bir insanın şansıdır bu, ətrafında belə müzakirə edə biləcəyi insanların olması. Yəni biz əslində öz mənimizi, sizin o niyə sizə gəldim, sizinlə müzakirə etməyə gəldim. Sizin hər zaman vurğuladığınız gözəl bir söz var müzakirə. Öz mənimizdən vaz keçməmək. Bəli, mən bu gün artıq insanlara yox deməyi bacarıram və bunu artıq ayıb olaraq algılamıram, ayıb olaraq görmürəm. Çünki mən istəmədiyim bir şey etmək məcburiyyətində deyiləm. Bu mənim ruh halımı ağırlaşdırır, bu məni əlavə bir əziyyətə salır.
Biraz o mənini tapıb həqiqətən öz məni ilə üzləşməkdə biraz zaman istəyir və təbii ki, cəsarət istəyir. Mən terapiyaya gələn hər kəsə deyirəm ki, şanslısınız ki, bugün buradasınız və mən sizi təbrik edirəm çünki siz güclü insansınız. Bəli. Bugün buradayamsa, bütün maskalarımı o qapı arxasında qoyub gəlib əyləşmişəm çünki həqiqi mənimi tapmağa gəlmişəm. Bugün mən efirdəyəm, mən bilmirəm, maskamı taxmışam, psixoloq Güney xanım, amma əsl Güney xanım kimdir və yaxud əsl Vasif bəy kimdir? Onu artıq biz bilirik, düzdürmü? Və bəzən onu özümüzə etiraf edəməm. Terapiyada artıq o gücü toplayıb, gəlib bütün situasiyaları göz önünə qoyub bu üzləşmə prosesi baş verir. Telefon xəttində dinləyicimiz var. Səma xanım bizimlədir. Axşamınız xeyir olsun Səma xanım. Salamlayıram hər birinizi. Biz də sizi salamlayırıq. Necəsiz? Bu sualıma cavab verib sonra başlayırıq. Yaxşı deyərdim, amma yaxşı deyiləm çünki olduqca gözəl mövzuya toxunmusunuz. O qədər yüklənmişəm ki, baxın hal-hazırda belə yüklənmiş bir vəziyyətdəyəm və sizdən məsləhət istəyirəm. Buyurun. Təşəkkür edirəm etirafınız üçün. Psixoloji yüklənmədən necə qurtula bilərəm? Psixoloji yüklənmədən necə qurtula bilərəm deyir Səma xanım. Bəli. Amma nədir sizi yükləyən? Psixoloji yüklənmə bayaq da vurğuladıq. Ümumi daha çox qohumlar. Onu həll et, bunu həll et, buna zəng et, ona bir şey et. Daha çox qohumlar. Evet, sizə qarşı ciddi bir tələb var anladığım qədərilə. Güney xanım indi buna cavab versin. Əslində Səma xanım vurğulayır ki, qohumlar, tanışlar, hər kəs məndən bir şey istəyir və bu istəklərin qarşısında yorulmuşam. Bunun adını təbii ki, psixoloji yüklənmə qoyuruq. Tamam. Bəs Səma xanım oldu. Bəli. Səma xanım yox deyə bilir. Deyə bilmirəm, problem də ondadır. Görürsüz, bizim cəmiyyətin ən böyük problemlərindən biri odur ki, mən yox deyə bilmirəm. Aha, efirdən getdi. Səma xanım bizə yox dedi. Bizə yox dedi. Buna görə alqışdır. Amma fikrinə istərdim qısa da olsa şərh bildirəsiz, əminəm ki, dinləyir. Bilirsiniz, yox deyə bilmir deyə. Bugünə kimi bütün nə deyibsə, hamısını eləyiblər və niyə biz artıq bu bizim qohumların tepkisini belə qəbul edirik də? Yəni axı siz onlara o rahatlığı ötürmüsüz. Siz onlara onu perfeksionizminizi ötürmüsüz ki, narahat olmayın, bütün işinizi mən həll eləyəcəm. Elə şey olar, Səma xanım bu işi necə bacarmaz? Səma xanım hər işi bacarır. Bugün öz işi qalsa belə, məsələm deyirəm də, Səma xanım bugün bir randevusu var, bir həkimə getməlidir, amma buradan kimsə ondan xahiş eləyir ki, hansısa qohum xahiş eləyir ki, bu işin mütləq ki, bu gün həll olmalıdır. İnandırın, bu işini qoyacaq öz randevusunu, gedib o xanımın işini həll eləyəcək. Niyə? Çünki burada da gəlib dayanırıq. Niyə? Cəmiyyət mənim haqqımda nə düşünər? Qohumlar mənim haqqımda nə fikrə gələr? Bu bəzən belə acı verici bir cümlə ola bilər, biraz sərt cümlə səslənə bilər, amma bunu hər kəsin oturub bir analiz etməyini istəyərəm ki, mənə nə qədər önəmlidir ki, kənar mənim haqqımda nə düşüncədədir? Mənim qohumlarım, mənim ətrafım, mən niyə hər kəs üçün ideal olmalıyam? Amma bəzən bu bizə zərər də verir Güney xanım. Kənar nə düşüncədədirdən vaz keçdiyimiz zaman. Görürsüz, hər kəs, neçənci izləyicimiz də artıq yığır, deyir ki, mən tükənmişəm, niyə hər kəs mütəmadi məndən nə istəyir? Axı, bugünə kimi siz özünüzü yalnız belə sevdirmisiniz, yalnız belə insanlara təqdim etmişsiniz. Mən varam. Mənim fərqimə var, mən varam. Mən sənin üçün bunu elə fədakarlıq etmisiniz və bugün o fədakarlıqlar sizin üçün bu çöküş nöqtəyinə gətirib çıxarıb. Bəli. Biz ayrılan vaxtın sonuna yaxınlaşırıq. Hər zaman televiziyada dediyim söz və sizin də verdiyiniz cavab nə tez. Bəli, zaman çox gözəl keçir. Dinləyicilərə təkrar təşəkkür edirəm. Bizimlə bağlanırlar, fikirlərini bildirirlər, suallarını ünvanlayırlar. Bir aparıcının, bir mütəxəssisin ən böyük uğurudur. Onun danışdığı, müzakirə etdiyi mövzuya izləyici, dinləyici reaksiya verir, öz fikrini bildirir. Bizim uğurumuz da bundan ibarətdir. Biz də buna sevinirik. Biz də bundan öz mənimizi təsdiqləyirik. Çox təşəkkür edirəm. Xeyirli uğurlu olsun bu arada inşallah. Mən də təşəkkür edirəm ki, birinci bölümdə bu qədər pozitiv, bu qədər maraqlı bir veriliş əldə etdik. Dinləyicilərimizə də faydalı olduğumuza əminəm. Çünki artıq bu gün çıxmamışıq biz bu efirlərə. İllərdir danışıb psixoloq deyirik efirdə və Real FM Müziyyət dalğasında da uzun zamandır bu mövzular müzakirə olunur. İstərdim son olaraq qısa tövsiyələrinizi verəsiniz. Neyniyək? Adaptasiyanı necə edək? Yüklənmədən necə qurtulaq? Geridə buraxdığımız 2025-də nələri özümüzdən gətirməyək 2026-ya? Mən bunu bir postda da vurğulamışdım. İldən, aydan, gündən bir gözləntimiz olmasın. Yəni bu günlərə, bu ildən mənim gözləntim budur. Əslində ən böyük gözləntimiz elə özümüzdən olmalıdır və hər kəsə öz mənini tapmağını, öz mənini olduğu kimi qəbul etməyi, bunu dəyişməməyi, olduğu kimi qəbul etməyi və özündən qaçmamağı, özünlə üzləşib bunu belə deyək də bir növ rahat şəkildə bu mənəm.
Çox deməyim. təşəkkür edirəm Günel xanım. Vaxt ayırdınız, gəldiniz. Ümid Mən sizə edirəm təşəkkür növbəti həftələrdə edirəm. təkrar sizinlə maraqlı mövzular müzakirə edəcəyik. Təşəkkürlər. Dəyərli dinləyicilərimiz, unutmayın, psixi yüklənmə həyatın bir hissəsidir. Ona uyğunlaşma isə öyrənilə bilən bir bacarıqdır. Özünüzə qarşı biraz daha anlayışlı olun deyirik Günel xanımla bərabər. Bu axşam Bəli. bizimlə olduğunuz üçün təşəkkür edirik. Mən Vasif Akifli, sizinlə mikrofon arxasında mən idim, qonağımız isə Logos Psixoloji və Nitq Mərkəzinin Gənclik filialının klinik psixoloqu Günel Axundova idi. Axşamınız xeyirli, düşüncələriniz stabil olsun. Növbəti efirlərdə yenidən görüşmə ümidi ilə deyirəm və dalğanı dəyişməyin. Birazdan həmkarım Tural Qaranın təqdimatında ölkənin ən son xəbərlərini, ən operativ xəbərlərini dinləyəcəksiniz. Sağ olun, salamat qalın.